Diqqət, diqqət! Danışır Xalq Jurnalistikası. Salam, axşamınız xeyir olsun. Studiyada sizin aparıcı Elvin Basqallı, Space Nefrində isə son xəbərdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycan Respublikasında media sahəsində uzun müddətli səmərəli fəaliyyətinə görə Rauf Arifoğlu Abbasovun 2-ci dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Müəllimlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi ümumi təhsil haqqında qanuna edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, dövlət ümumi təhsil müəssisələrində təhsil verənlərin geyimlə bağlı tələbləri müvafiq qurum tərəfindən müəyyən ediləcək və təsdiqlənəcək. Həmçinin valideyn və qanuni nümayəndələrin vəzifələrinə şagirdlərin geyim forması ilə bağlı tələblərə əməl etməsini təxmin etmək daxil ediləcək. Bugün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur. Bu əlamətdar tarix ölkədə jurnalistlərin peşə bayramı kimi qeyd edilir. Milli Mətbuat Gününün əsası Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi Əkinçi qəzeti ilə qoyulub. Əkinçi Azərbaycan dilində nəşr olunan ilk milli qəzet olmaqla yanaşı xalqın maariflənməsinə, elm və təhsilin təbliğinə, milli düşüncənin formalaşmasına və ictimai problemlərin işıqlandırılmasına mühüm töhfələr verib. Sonraki illərdə ölkədə çoxsaylı qəzet və jurnallar fəaliyyətə başlayaraq milli mətbuatın inkişafına təkan verib. Müasir dövrdə isə ənənəvi media ilə yanaşı rəqəmsal media və onlayn xəbər platformaları da cəmiyyətin operativ və dolğun məlumatlandırılmasında mühüm rol oynayır. Milli Mətbuat Günü jurnalistlərin fədakar əməyinə ehtiramın ifadə edilməsi, söz və məlumat azadlığının, eləcə də peşəkar, məsuliyyətli və obyektiv jurnalistikanın cəmiyyət üçün əhəmiyyətinin vurğulanması məqsədi ilə qeyd olunur. Günümüz mübarək. Son xəbər davam edir. Çinin Şenzhen şəhərində keçirilən Beynəlxalq İqtisadiyyat Olimpiyadasının final mərhələsində Azərbaycan milli komandası uğurla iştirak edərək bir gümüş və bir bürünc medal qazanıb. Olimpiyadanın yekun nəticələrinə əsasən Danyar Əliyev gümüş, Ayşə Tapdıqzadə isə bürünc medala layiq görülüb. 12-20 iyul 2026-cı il tarixlərində təşkil olunan beynəlxalq finalda iştirakçılar iqtisadiyyat və maliyyə üzrə qapalı və açıq tipli tapşırıqları yerinə yetirib, həmçinin biznes case üzrə hazırladıqları həlləri İngilis dilində münsiflər heyəti qarşısında təqdim ediblər. Azərbaycan komandası bu ilki nəticə ilə əvvəlki göstəricisini daha da yaxşılaşdırıb. 2025-ci ildə komandamız 3 bürünc medal əldə etdiyi halda 2026-cı ildə medal səviyyəsini yüksəldərək bir gümüş və bir bürünc medal qazanıb. Azərbaycan Beynəlxalq İqtisadiyyat Olimpiyadasında ilk dəfə 2024-cü ildə iştirak edib və bu ilki yarış ölkəmizin ardıcıl 3-cü il təmsil olunduğu beynəlxalq final olub. Fövqəladə Hallar Nazirliyinin sənayedə işlərin təhlükəsiz görülməsi və Dağ Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri Bakının Xətai rayonu Ceyhun Həsənov küçəsində yerləşən yaşayış binasında planlı yoxlama aparıb. Yoxlama zamanı binada istismar olunan 6 liftin təhlükəsizlik tələblərinə uyğun istifadə edilmədiyi və insan həyatı, eləcə də sağlamlığı üçün təhlükə yaratdığı müəyyən edilib. Aşkarlanmış nöqsanlar nəzərə alınaraq liftlərin istismarı dayandırılıb, təhlükəsizlik ilə bağlı pozuntuların aradan qaldırılması üçün binanı idarə edən MTK qarşısında müvafiq tələb qoyulub. Bununla yanaşı müvafiq akt tərtib edilib və MTK nümayəndəsinə bildirilib ki, liftlərin istismarı yalnız aşkar olmuş pozuntular tam aradan qaldırıldıqdan sonra bərpa oluna bilər. Həmçinin izah edilib ki, liftlərin təhlükəsizlik normalarına əməl olunmadan istismar nəticəsində baş verə biləcək qəza və ya bədbəxt hadisələrə görə hüquqi məsuliyyəti MTK daşıyacaq. Qaynar xəttimizə daxil olan müraciət Quba rayonunun Elbir kənd sakinindəndir. Vətəndaş kənddə piyada keçidi nişanının olmasına baxmayaraq yolun üzərində piyada keçidinin nişanlanmadığını bildirərək vəziyyətdən narazılığını ifadə edir. Bu Qubanın Elbir kəndidir. Bu Elbir kəndindən əzə çəkilib bu yoldan keçməklə. Bu işarə xətti var, keçidimiz var. Ancaq bu yerli xətti yoxdur. Xahiş edir 6 dərəcə sizdən bu yolun keçidin xəttinin, piyada xəttinin köməyi verəcək çəkməklə. Çox sözüm çəkilir. Uşaqlarımızın maşın var, uşaqlarımız yazıqdır. Bir son dəqiqə məlumatı nəzərinizə çatdırmaq istəyirəm. Türkiyədə sərnişin avtobusu aşıb və xəsarət alanların sayı 31 nəfərə çatıb. Türkiyənin Kütahya vilayətində aşan sərnişin avtobusunda olan bütün sərnişinlər xəsarət alıb. Hadisəyə sürücünün idarədə itməni itirməsi səbəb olub. Qəzadan sonra Kütahya Afyonkarahisar avtomobil yolunda nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb. Yerli xəbərlərə qayıdırıq. Leriç rayonunda istirahətə gedən sakinlər isə Toxyakil şəlaləsinin zibilləndiyindən şikayət edirlər. Təbii ki, o öz başına zibillənmir. İstirahətə gələnlər yediklərini, içdiklərini şəlalənin yaratdığı
gölməçiyə atırlar və baxın, görün necə idbar görüntü yaradıblar. Qaynar xəttimizə daxil olan növbəti müraciət Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi 3-cü mədən yaşayış sahəsi 32-ci ünvanlandı. Sakinlər ərazinin zibilliyə çevrildiyini, məişət tullantılarının yandırıldığını və bunun ciddi narahatlıq yaratdığını bildirirlər. Hayır, gün yandırıblar, pajarını gəldi, söndürdülər. Zibilxanadır, iyin əlindən yanmaq olmur. Buranı park eləsələr yaxşıdır. Baxın. Bütün zibilxanadır. Deyirlər neftin ərazisidir, amma neft baxmır heç kim. 055 800 104 104 bu bizim qaynar xəttimizdir, WhatsApp nömrəmizdir. Sizi narahat edən və maraqlandıran məsələlərlə bağlı çəkiliş edib, görüntü qeydə alıb bizə göndərə bilərsiniz və biz də həmin xəbəri bütün ölkəyə çatdıraq. Yol nəqliyyat hadisəsində bir nəfərin ölümünə, digərinin isə xəsarət almasına səbəb olmaqda və hadisə yerindən qaçmaqda təqsirləndirilən bloger Arzum ləqəbi ilə tanınan İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb. Bu barədə qərar Bakı Apellyasiya Məhkəməsində verilib. Qərara əsasən vəkillərin İlduzə Hacıyevanın həbs qəti imkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti təmin olunub. Həmçinin apellyasiya şikayəti məhkəmə baxışına verilib. Şikayətə məhkəmə istintaqının aparılmaqla baxılması qərar alınıb. Xatırladaq ki, o Xəzər rayon məhkəməsinin hökmü ilə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunmuşdu. Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda Bakının Xəzər rayonu Mərdəkan qəsəbəsində baş verib. Qəza nəticəsində bir nəfər dünyasını dəyişib, bir nəfər isə xəsarət almışdı. Son xəbər davam edir. Neftçi və Qarabağ futbol klublarının beynəlxalq oyunları ilə əlaqədar Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək. Hər iki qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq metropoliten ardıcıl olaraq işi gün gücləndirilmiş qrafikdə fəaliyyət göstərəcək. Metropolitenin əməliyyat planına uyğun olaraq ilk gücləndirmə tədbirləri iyulun 22-sində Neftçi Dinamo maçının keçiriləcəyi 8-ci kilometr stadionu yaxınlığında yerləşən Xalqlar Dostluğu stansiyasında tətbiq ediləcək. İyulun 23-də isə Qarabağ CSKA görüşünün baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığındakı Gənclik, o cümlədən 28 may və Nərimanov stansiyalarında əlavə tədbirlər görüləcək. Ehtiyat qatarlar xəttə buraxılması üçün hazır saxlanılacaq. İşdən qanunsuz çıxarılmış 57 nəfər əvvəlki işlərinə bərpa etdirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-iyun ayları ərzində işə götürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 422.818 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib. Görülən tədbirlər nəticəsində həmin vəsait işə götürənlər tərəfindən işçilərə ödənilib. Müraciətlərin araşdırması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 57 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib. Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar. Ukrayna ordusu Rusiyanın Krasnodar və Nevinnomsk şəhərində yerləşən Wildberries-in anbarlarına dron hücum edib. Hücumdan sonra anbar ərazisində partlayışlar baş verib. Türkiyənin paytaxtı Ankarada təlim helikopteri qəzaya uğrayıb və nəticədə bir nəfər xəsarət alıb, bir nəfər pilot isə dünyasını dəyişib. Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, tanınmış aktyor və rejissor Tofiq Mirzəyev 94 yaşında İsraildə vəfat edib. Tofiq Mirzəyev Azərbaycan kino və televiziya sənətinin görkəmli simalarından biri kimi uzun illər milli mədəniyyətin inkişafına mühüm töhfələr verib. O, Uşaqlığın son gecəsi, Nəsimi, İstintaq, Təxminə, Oqsu Tapın və digər filmlərdə yaratdığı yadda qalan obrazlarla tamaşaçıların yaddaşında silinməz iz qoyub. Tofiq Mirzəyev aktyorluq fəaliyyəti ilə yanaşı televiziya rejissoru kimi də çalışaraq milli ekran mədəniyyətinin formalaşmasında mühüm rol oynayıb. Allah rəhmət eləsin. Bunu hiss eləmək üçün sənin ərindən bir qədər diqqətli olmaq bəsdir. Və həftə sonları istirahət eləmək istəyənlər, nəhayət ki, şad xəbər gəldi. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə Bakıda və Abşeron yarımadasında iyulun 25-26-sında həftə sonu havanın maksimal temperaturu 35-38, bəzi ərazilərdə isə 40 dərəcəyə yaxın olacaq, yəni isti olacaq. Azərbaycanın bəzi rayonlarında isə iyulun 25-29-unda havanın maksimal temperaturu 35-40 dərəcəyə, Mərkəzi Aran və Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində isə 41 dərəcəyə dək
yüksələcəyi gözlənilir. Xəbər ziyafətimiz yekunlaşdı. Sabah yenidən görüşərik. Vədimizə sadiq olaq.